Deməli, bu həftənin az şərtli iş elanlarından mən sizə bir neçə misal vermək istəyirəm. Deməli, layihə koordinatoru işi var Duit şirkətində. 500-800 manatlıq bir işdir. Namizədin bilik və bacarığına əsasən təyin ediləcək. Əsas məsələ nədir? Əsas məsələ budur ki, ali təhsilli olun, rus və ingilis, daha doğrusu Azərbaycan dilini mükəmməl bilin, kompüter və ofis proqramlarını yüksək səviyyədə bilin. 500-800 manatlıq az şərtli işlərdən biri budur. Növbəti bir iş Camal şirkətindədir. Beynəlxalq əlaqələr üzrə koordinator köməkçisi işidir. 700-800 manatlıq bir işdir yoldaşlar bu iş. Bu iş nə tələb edirsinizsə, bu iş tələb edir ki, xanım olun, o rus dilini və Azərbaycan dilini sərbəst bilin, o ingilis dilini isə orta bilin. Qadınlara üstünlük verirlər, amma bu demək deyil ki, 100% ilə hamı qadınları götürəcəklər. Xeyr. Ola bilər, elə bir bəy ola bilərsiniz ki, sizə daha meyilli ola bilərlər, siz daha üstün saya bilərlər. Ali təhsilli olan minimum 1 illik iş təcrübəniz olsun, ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığınız olsun. 700-800 manatlıq bir işdir. Satıcı işi var, təcrübəsi işi var, Sahara Elektronikisədir, 500 manatlıq bir işdir. 18-30 yaş aralı şəxslər olmalısınız, bu daha az şərtli bir işdir. Deməli, işə qəbul olunduqdan sonra əmək haqqı 500 manat olacaq və üstəgəl də bonuslar da olur. İş yeri də Sədərək və Abşeron Ticarət Mərkəzindədir. 6 günlük bir işdir. Ofis meneceri işi Sparta İnşaatda var. 20-30 yaşlı şəxslər üçündür. 400 manatlıq bir işdir. Rus yaxud da ingilis dilindən birini bilməlisiniz. Bu az şərtli bir işdir. Şirkətin pəncərə və qapı istehsalı ilə məşğul olan bir şirkətdir, yoldaşlar şirkət. Piyada kuryer işi var. Avis tip marketlər şəbəkəsində 600 manatlıq bir işdir. 22-35 yaşlı şəxslər üçündür. Bu da az şərtli bir işdir. Heç nə tələb eləmir demək olar sizdən. Ancaq xanımlar üçün deyil, bəylər üçündür. Sonra satışda mütəxəssisi Gibiti Technology da var. Bu 20-35 yaşlı şəxslər üçündür. Kompüter və mobil tətbiqlərdə işləmə bacarığınız olmalıdır. Müxtəlif insanlarla asanlıqla ünsiyyət qurma bacarığınız olmalıdır. Bax, belə bir işdir. Bu da az şərtli bir işdir. 400 manatdır. Bu işdə nə iş oldu işləyərəm və özü də orta səviyyədə bir şəxsdirsə olan şəxslər üçündür, yoldaşlar bu işlər. Yəni, nə iş olsa işləyərəm, təcili bir iş axtarmaq istəyir, nə iş olsa işləmək istəyir və özü də kifayət qədər, belə deyim, orta səviyyədə bir bilik və bacarıq olan şəxslər üçündür. Və nisbətən aralarında əksəriyyəti də gənclər üçün daha meyilli olur. Yəni, 35-40 yaşa qədər. Belə, yəni, sonra, KM servisdə var maliyyə və mühasibətlıq üzrə təcrübəsi işi. 500 manatlıq bir işdir. Ofis proqramlarını bilməlisiniz, ali təhsilli olmalısınız. Sonra, Zabratda iş var, part-time işdir, yoldaşlar. Bankda işləmək istəyirsinizmi? Əgər işləmək istəyirsinizsə, ali təhsillisinizsə, satış bacarığınız varsa, ünsiyyət qurma bacarığınız varsa, komanda ilə işləmə bacarığınız varsa və bankda işləməyə xəyal edirsinizsə, bax, belə bir yarım saatlı, az saatlı bir iş var. İş saatı da sərbəstdir, yarım ştat olaraq təklif olunur. Belə bir işlə, işləməklə bank sahəsinə girişat edə bilərsiniz. O xüsusilə gənclərə daha sərf edilir, çünki əmək haqqısı çox az saatlı olduğuna görə azdır əmək haqqısı. Avtomotor servisdə ambardar köməkçisi işi var, yoldaşlar. Bu 650 manatlıq bir işdir, 20-40 yaşlı şəxslər üçündür. İş baxımından da təcrübəli bir olmalısınız. Ümumiyyətlə deyir, yəni ümumiyyətlə deyir ki, yəni iş təcrübəniz olmalıdır. Amma məhz müvafiq sahə üzrə iş təcrübəsi isə arzu olunandır, yəni olmasa da olar. Amma ümumiyyətlə isə iş təcrübəniz olmalıdır hər hansısa bir sahədə. Sonra usta köməkçisi işi də var avtomotor servisdə. İşi öyrədirlər yoldaşlar, 6 günlük bir işdir. 20-30 yaşlı şəxslər üçündür. Mühərrik yağını, yağ filtrini, hava filtrini səliqəli və sürətli bir şəkildə dəyişdirə bilməlisiniz. Dəyişdirə bilirsinizsə, mühərriklə işləmə mexanizmi haqqında geniş məlumata sahib olmalısınız. Varsa bax, belə bir bacarıqlarınız, bu sahədə köməkçi olaraq işləyə bilərsiniz. İşi də öyrədirlər sizə. İnsan resursları üzrə təcrübəsi işi var. Unicode şirkətindədir, ali təhsilli şəxslər üçündür.
400 manatlıq bir işdir, Xəzər rayonundadır. 5 günlük bir işdir. Reception işi, ofis administrator işi var Estamol Bakü City'də. Estamol Bakıda daha doğrusu. Orta təhsilli olmalısınız ən azı. Ofis proqramları ilə işləmə bacarığınız olmalıdır. Stabil əmək haqqısı və bonus sistemi mövcuddur. Sonra Çınar Park Qapalı Səhmdar Cəmiyyətində dayanacaq nəzarətçisi işi var. 500 manatlıq bir işdir, 5 günlük işdir, 25-40 yaşlı şəxslər üçündür və müvafiq sayda minimum 1 illik iş təcrübəsi tələb edir. Sürücülük vəsiqəniz mütləq olmalıdır. Müştərilərlə ünsiyyət qurma bacarığınız olmalıdır. Sonra müxtəlif işlər var yoldaşlar. Aplas supermarket şəbəkəsində yasamala, inşaatçılar metrosuna lazımdır. Deməli, nə işlərdir? Satıcı işidir, kassir işidir, fəhlə işidir, xadimə işidir, mühafizəçi işidir, aşpaz işidir. Fiziki cəhətdən sağlamsınızsa, orta təhsillisinizsə, 18-50 yaşlı bir şəxssinizsə, baxın, belə bir iş var. Qeyd edim ki, təkcə o filiala lazım deyil yoldaşlar. Baxın, bu Araz Supermarketlər şəbəkəsinin yeni açılacaq Yasamal filialı var. Ora işçilər lazımdır. Bu yeni açılacaq filialı İnşaatçılar metro stansiyasının yaxınlığında yerləşir. Mən bayaqları inşaatçılar dedim, üzrlüsən, onu səhv dedim. Amma yəni İnşaatçılar metrosunun yaxınlığında, Yasamal filialında, A+ supermarketdə işçilərə ehtiyac var. Bu bir öz yerində. Amma bu Yasamaldakı Yasamal filialı İnşaatçılar metrosundadır, amma Yasamal filialı sayılır da, başa düşürsünüzmü? Amma bundan əlavə olaraq Başxanovda da var, Əhmədlidə də var, Zığda da var, Zabratda da var, Koroğluda da var, Əcəmidə də var, Sultəbədə də var, Masazırda da var, Ramanada da var, Hövsanda da var yəni. Xəbəriniz olsun. Yəni elə ancaq Yasamaldakını, inşaatçılardakını düşünməyin. Sürücülər və fəhlələr zavodda da var yoldaşlar. Yük maşın sürücüsü, ambar fəhləsi, sifariş toplayıcısı, sürücü köməkçisi, baş mexanik və çilingər işləridir. Bu Sirap Satış və Dağıtım şirkətindədir. 27 iyuna qədər bu işlərə müraciət edə bilərsiniz. Xırdalan şəhərindədir. Masazır dairəsinin yaxınlığındadır. Sonra ofis meneceri işi Interstudentdə var. 500-600 manatlıq bir işdir. 21-29 yaşlı şəxslər üçündür. Yüksək ünsiyyət bacarınız varsa və öyrənməyə marağınız varsa, baxın, belə bir iş imkanı var. 5 günlük bir işdir həftə içi. Sonra Missiya Təhsil şirkətində robot texnika üzrə təcrübəçi işi var. Əgər robot texnika sahəsini öyrənməyə həvəsiniz varsa, müəllim olmaq istəyiniz varsa, səbirlisinizsə, öyrənməyə açıqsınızsa, baxın, belə bir iş imkanını da bu təhsil şirkəti sizə təklif edir. Reception işi var Alba Otel Spa'da. Bu iki variant təklif edir sizə. Bəy və xanımlar üçündür. Bəylər üçün təklif edir ki, gecə növbəsini saat 5-dən səhər 8-ə qədər əmək haqqısını verir 550 manat. Xanımlar üçün gündüz növbəsini təklif edir. Saat 8-dən 5-ə qədər əmək haqqısını verir 600 manat. Xanımlara niyə 50 manat artıq verir? Baxmayaraq ki, bəylər gecə növbəsində işləyir. Yaş həddi də 20-30-dur. İngilis dilini bilməlisiniz, minimum B2 səviyyəsində. Bilirsinizsə, aktiv və öyrənməyə açıq bir şəxsinizsə, kollektivlə işləmə bacarınız varsa, B2 səviyyədə bilirsinizsə, baxın, belə bir reception işləri var. Yəni, reception öyrənə bilərsiniz belə variantda. İnzibati köməkçi işi var Access Bankda yoldaşlar, Sabahil filialındadır. Orta təhsillisinizsə, sürücülük vəsiqəniz varsa, xidmət yönümlü, aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərən bir şəxssinizsə və uyğun sayda iş təcrübəniz varsa, işinizdə düzgünlüyə və təfərrüatlara diqqət yetirən bir şəxssinizsə, bankda belə bir iş var. Sonra direktor köməkçisi işi var yoldaşlar. Melisa qrupda 5 günlük bir işdir, 800 manatlıq bir işdir. Sizdən ciddi şey tələb eləmir. 25-35 yaş aralığında bir xanım olun. Ofis proqramlarında işləmə bacarığınız olsun. Ali təhsilli olun. Sərgəli xarici görünüşünüz olsun. Vaxt idarə etməsini bilin. Təşkilatçılıq bacarığınız olsun. Koordinasiya və təqib etmə bacarığınız olsun. Sonra müştəri xidmətləri üzrə mütəxəssis işi var yoldaşlar. Bu da Melisa qrupdadır. 500 manat verir. 5 günlük işdir.
20-25 yaşlı uşaqlar üçündür, xanımlar üçündür. Ofis proqramlarını bilməlisiniz, ali təhsilli olmalısınız. Müştəri ilə işləmə təcrübəniz, iş etikası bilikləriniz, səlis nitqiniz, fikrinizi ifadə etmə bacarığınız varsa, bu işə də müraciət edə bilərsiniz.